Ruhun varlığını qəbul etmək, insanda ruh var məsələsi həddindən artıq qəribə bir məsələymiş. Bizim üçün sadə gəlir, amma qəribə bir məsələymiş. Artıq ruh var deyənlər, ruh yoxdur deyənlərdən fərqlənir, tamam əks istiqamətdə yaşam yaşayırlar. Özdə öz etiqadlarına uyğun şəkildə. Mən hələ elmlilərdən danışıram ha. Empirik metodun, yəni maddi dünya düşüncəli insanlar, dini yox, maddi dünya düşüncəli insanlar artıq həyatın hər bir şeyinin maddədən ibarət olduğunu anlayırlar və anlayandan sonra bütün həyatlarını bu istiqamətdə elmli şəkildə, məntiqli şəkildə bunun üstündə qururlar. Məsələn, elə bilmirsiniz, onlar cahildilər. Cahildilər, dindən cahildilər. Amma həyata cahil deyirlər. Etiqadları budursa ki, ruh yoxdur, ondan sonra ruh yoxdur, necə həyat yaşamaq olar? Onu çox gözəl şəkildə yaşayırlar. Çox gözəl, yəni etiqadlarına uyğun gözəl şəkildə. Əslində dini cəhətdən yox. Etiqadlarına uyğun şəkildə planlı, proqramlı. O qədər ateistlər var, ümumiyyətlə ruhu qəbul eləməyənlər, dini qəbul eləməyənlər var ki, çox disiplinli həyat yaşayırlar. Çox disiplinli. Bədənlərinin qidalanması, idmanı, qulluğu, istirahəti, əyləncələri, keyfi, hər şeyi yerbəyerində mükəmməl şəkildə eləyirlər. Amma ruhdan xəbərləri yoxdur deyə ancaq bura odaqlanırlar. Nəyi demək istəyirəm? Demək istəyirəm ki, onlar etiqadlarına çox sadiq adamdılar. Etiqadları nədirsə, onu disiplinli şəkildə həyata keçirirlər. Amma nə yazıq ki, bax söz budur, etiqadlarında ruh yoxdur. Ruh məsələsi də, yəni ruhun varlığı yoxdur. Ruhun varlığı yoxdursa, o ancaq bu qədər çalışacaq və varlığındakı o ali cövhərdən xəbərsiz olacaq və onun heç bir qeydinə qalmayacaq və bu isə onun xoş aqibət olmamasına gətirib çıxaracaq.